Salam, hər vaxtınız xeyir olsun, hörmətli Bizim Yol izləyiciləri. Sizlərin hamısınızın arzunuzla, xahişinizlə çox sevdiyiniz Rəşid Mahmudovu bugün canlı yayımıza dəvət eləmişik. Rəşid Mahmudov Tibb Universitetinin dosentidir, əməkdar müəllimdir. Bugün canlı yayımda sizin suallarınızı cavablandırmağa çalışacağıq. Rəşid müəllim həm cəmiyyətimizdə insanları narahat edən problemlərə toxunacaq, həm də istərsinizsə səhhətinizlə, sağlığınızla bağlı sualları cavablandırmağa hazırdır. Öncə ondan başlayaq ki, Rəşid müəllim, son dövrlər sanki mənəviyyatımızda korroziya başlayıbdır. Cəmiyyət olaraq çox dəyişmişik, insanlar olaraq çox dəyişmişik. Son günlərdə inanılmaz dərəcədə ailəçi şiddət artıbdır. Elə bir ucudan xəbərlərdə eşidirik ki, ər-arvadı baltaladı, qadın intihar elədi, inanılmaz çox dərəcədə də intihar halları var. Sizcə bunun səbəbi nədir? Birinci salam, hörmətli tamaşaçılar. Bilirsiniz, Azərbaycanda biz düşündüyümüz kimi deyil. Mən məsələn elə bilirdim ki, məsələn müharibə gedir də bizim ölkəmizdə. Aprel döyüşlərində mən elə bilirdim ki, ziyalılar birinci cavab verəcək. Amma yox, mən o cəmaatı, bizim xalqımızı, ziyalısını demirəm. Onlar birinci, hamıdan qabağa düşdülər və onlar hamısı müharibə getməyə istədilər. Deməli, bizim xalqımız daha üstün fəaliyyətdədir, nəinki ziyalılar. Ziyalılarımız xalqımızdan geri qalır, deyərdim mən belə düşünürəm mən. Digər tərəfdən, son zamanlar, bax bu münaqişələr, məsəl üçün, 8-ci sinif şagirdi öz tələbə yoldaşını bıçaqlayıb. Məsələn, olur ki, ailə münaqişələri var. Bunların çox səbəbləri var, açıq deyirəm. Səbəblərindən biri də, məsəl üçün, birinci ailə tərbiyəsinin çox böyük rolu var xanım burada. Məsələn, o uşaqları biz müzakirə eləsək, niyə bıçaqlayıb? Özü də film bıçağı, bu boyda bıçaq gəzdirir bu adam. Çox güman ki, onun arxasında o kimlənsə birləşib, təkcə özünün deyil bu bıçaq və bir neçə nəfərindir. Bunlar çox, mən qorxuram onun, hələ o uşağın gələcəyindən də qorxuram ki, o uşaq gələcəkdə narkoman da ola bilər. Bilirsiniz, son zamanlar deyəndə hər millətdə var bunlar, elə bilməyin təkcə bizim, hər dövlətdə var, bilməyin bizdədir, hər yerdə ola bilən şeydir. Bu münaqişələrin çoxunun səbəbi kasıbçılıqdır, pul çatmamazlığıdır ailədə. Eləsi də var ki, nə bilim, qadınla kişi arasında münaqişələr var, boşanmalar var. Bunlar tamam bambaşqa şeylərdir. Onlar çoxu ailədə deməli, maddi cəhəti çatmamazlığı, mənəviyyətin pozulmasına səbəb olur xanım. Yəni, maddi cəhət əvvəllər də yox idi da, Rəşid müəllim. Deyək ki, 41-45-ci illərdə insanlar bir qarnı aç, bir qarnı tox yaşayırdılar. Ya ondan sonraki 50-ci illərdə də. Sanki indi hər şey var, ərzaq da bolluğu da var. Biraz pul da var, nisbətən var. Amma biz daha təcavüzkar olmuşuq, agresiv olmuşuq. Tamam, doğru deyirsiniz. Sovet dövründə insanları bir dönəmdə birləşdirmişdilər. İnsanlar heç bir dövləti görmürdü, heç bir xarici aləmin əlaqəsi yox idi, belə kompüter sistemi yox idi. Bunlar heçası yox idi. Xaricdə nə baş verir insanlar bilmirdilər, elə burada nə var onu görürdülər. Ona görə də o dövrdə hamı bir qınaq var idi. İctimai qınaq var idi. Qınaqdan qorxardılar, utanardılar, çəkinərdilər. Dövlətçilik vardı, dövlətdən qorxurdular, polisdən qorxurdular. İndi bilirsən, dünyaya açılıb, virtual bir həyat yaradı. Hamı saat har ilə məşğuldur. Hamısı kompüterlə məşğuldur. Bilirsən, hamı dünyadan xəbəri var bu saat. Ona görə də görür ki, dünyada bu baş verir, bizdə bu yoxdur. Niyə yoxdur? Başlayırlar nəticədə o yoxun dalınca. Məsələn, başqa ölkələrdə fikir verilən, özü uşaqların tərbiyəsində də düzgün yollar göstərmir. Oyuncağından tutmuş uşağın, mən açıq deyirəm, oyuncaq alırıq biz uşağa, oyuncaq hamısı, uşaqların hamısı avtomat istəyir, pistolet istəyir, parta-parta işığı yansın, görünsün, dağıtsın, oğlan uşaqları xüsusən. Yəni, buradan da ona görə agresiv böyüdürük biz uşaqları. Mülayim,
həlim, tərbiyəvi tərbiyə verməyi bacarmırıq bəzən çox vaxt evlatlarımıza. Siz düz deyirsiniz. İndi insanların maddi cəhətdən də vəziyyəti əvvəlkindən qat-qat yaxşı idi. Amma indi bilirsiniz tamam dünya dəyişib. Dəyişib, özü də insanların qidası da dəyişib indi. Mən açıq deyirəm. Yediyimiz qidalardan da çox şeylər var. Məsələn, bizə yeni dəyişilmiş qidalar gəlir. Düzdür, bizim dövlətimiz sağ olsunlar. Mən neçə dəfə televizorda bu barədə çıxış elədim və yeni dəyişilmiş toxumların bizim ölkəmizə gəlməsinin qarşısını alsınlar. Və bu barədə sərəncamı da var prezidentin. Amma yenə də görürsən ki, yeni dəyişilmiş meyvələr, yeni dəyişilmiş qidalar Azərbaycana gəlir. Təbii ki, bizim orqanizmimizə öz təsirini göstərir. Mən adicə bizə şey deyim, pomidoru mən görmüşdüm ki, pomidor 3 gün, 5 gün qalar o çürüyərdi, onda tomat düzəldərdilər. İndi isə pomidor daş kimidir, alma kimidir. Aylarla qala bilir pomidor. Yaxşı, bu pomidora nə həmən o sıçovul geni keçirirlər. O bərk o sıçovul geninin bərliyidir. Ona görə onu da yeyirik. Biz yediyimiz qidalara bənziyirik, oxşuyuruq. Ona görə xarakterimiz də dəyişir. Bizim xarakter tamamilə aqressivləşir. Yəni, sıçovul kimi oluruq bizdə. Nə üçün? Sıçovul ac olanda öz balasını yeyir. Amma o dövrdə, Sovet dövründə ataya qarşı çıxmaq olmazdı. Çünki bir tərbiyə metodu vardı, bir üsul vardı. İndi isə azadlıqdır. Hər kim nə istəyir eləsin. Sizcə ailə içində uşağın tərbiyəsində ən vacib rolu ana oynamalıdır, ata oynamalıdır? Allah, hər ikisi oynamaz. Siz nə danışırsınız? Mən sizə bir şey deyim. Məsələn, Rusiyada mən gördüm, çoxlarının qadınlar ərə gedirlər, bir uşaq olur, sonra ərindən ayrılırlar. O oğlan uşaqları ailədə kişi kimi böyüyə bilmir. Çünki qadın xarakteri böyüyür. Çünki anası buna nə deyir, onu yetirmədi. Rol model olaraq bir kişi görmür əslində. Bir kişi görmür, kişi nə tərəf olacaq görmür. Bu böyüyəndə də, evlənəndə də bu arvaddan, buna belə kişilər arvadağız kişilər deyirlər. Bunlar qadını necəsə eləcə də olacaqdır, arvaddan qorxacaqdır. Rəşid müəllim, izləyicilərimizdən bir nəfər sual verir ki, xahiş edirəm, spirtli içkinin insan orqanizmindən xeyri barəsində xeyri varmı? Xeyri varmı? Mən sizə bir şey deyim. Bircə şey deyəcəm xeyrindən. Çox üzr istəyirəm. Spirtli içki həddindən artıq içilməsi, suyun da çox içilməsi çox azdır. Amma spirtli içki ümumiyyətlə bizim Azərbaycan xalqına, bizim dinimizə uyğundur. İçməsək daha yaxşı olar. Mən şəxsən Rus dönəmindən gəlmişik, hamımız o dövrdən də içməyə başlamışıq, yenə də içirik. Amma bunun bir əhəmiyyəti var. İçki içən şəxsdə ateroskleroz olmur. Çox qəribədir. Yaddaşsızlıq olmur. Çox qəribə şeydir. Nədir bu? Hansı içkidir? Çaxırdımı, araqdımı? Hansı içkidir? Spirtin özüdürmü? Bilmirik bunu. Amma fakt odur ki, o spirtli içki qəbul edən adamlarda, məsəl üçün nə olmaz? Sklerotik proses gec baş verir. Amma digər adamlarda tez baş verir. Çox maraqlı faktdır əslində. İçki içdiyi anda dünyanı unudur, ətrafını unudur, amma ümumiyyətlə içki içirsə yaddaşsızlığa qarşı mübarizə aparır. Bəli, çox qəribədir. Bəli, qəribə faktdır. Yox, ateroskleroz təkcə yaddaşdan getmir. Bizim insanlar elə bilir ki, ateroskleroz yaddaşsızlıqdır. Xeyr. İzahım verin. Birinizə verən şey, ateroskleroz damarların iç divarında kirəcləşmə gedir. Xolesterin çökür. O xolesterin çöktüyü üçün damar daralır, qidalanma pisləşir, orqanların qidalanması. Odur. İzləyicilərimizdən biri soruşur ki, Rüstəm Əliyev, sizi niyə efirlərə buraxmırlar? Məncə biz Rəşid müəllimi kifayət qədər tez-tez efirlərdə görürük. Belə bir şey varmı? Rüstəm Əliyev? Bəli. Mənim adım Rüstəm Əliyev. Yox, sizə sual verir Rüstəm Əliyev ki, sizi efirlərə buraxmırlar. Buraxılırsınız. Yox, xeyr, məni çox üzr istəyirəm. Mən öz fənnimdən tələbələrin təkidi ilə kitab yazmışam. Çox mükəmməl bir fiziologiya kitabı. Doğrusu bizim mükəmməl kitabımız yox idi.
Rusların kitablarından tərcümə eləyib yazırdılar. Bu isə tərcümə deyil. Tələbələrin təkidi ilə 856 səhifədən ibarət mükəmməl bir normal fiziologiya kitabı yazmışam və bunun üzərində çalışırdım və neçə aylar, neçə illərdir. Ona görə də mən televiziyaya çox gedə bilmirəm və çox çağırırlar. Vallahi vaxtım yoxdur, yaşım da xeyli var, o da yol vermir. Amma mükəmməl bir kitab yazmışam. O kitabda hətta mənim bəzi leksiyalarımda zat şəklində verilib, disk şəklində verilib. Çox mükəmməl bir kitabdır. Mən belə hesab edirəm. Yeri gəlmişkən deyim ki, bizim xalqımız çox gözəl və savadlı bir xalqdır. Bircə misal çəkirəm sizə. Bizim Tibb Universitetində Balakişiyev 4 tomdan ibarət, 4 cilddən ibarət kitab yazıb. Anatomiya kitabı. İzləyici suallarımız var. Suallar artır. Biz yenə sizin söhbətinizə qayıdacağıq. İnsanı, uşağı vətənpərvər yetişdirmək üçün ailədə nə eləmək lazımdır? Mən sizə bir şey deyim, açıq deyim. Bizim ailədə nə atam, nə anam məni vətənpərvər böyütməyiblər. Mən kənddə olmuşam. Məni vətənpərvər edən institut müəllimlərim olub. İnanırsınız, and olsun Allaha deyərdim mən. Mən institutda oxuyarkən o müəllimlərin yarım saat privi olur, tənəffüs olur. O tənəffüsündən istifadə edərdi, onu yazıqlar siqaret çəkməyə də qoymadı. Deməli, görün olur, Sovet dövlətinin yeri gələn vaxtlar olub. Bunlar hamısı müəllimlər gedərmiş bağlara. Özdə bunu təşkil edən kim imiş bilirsən? Filosof olur, Heydər Hüseynov adında bir filosof olub. Deməli, Üzeyir bəyə tapşırmış ki, sən məsəl üçün bizim musiqimizə nəzarət elə. Hərəni bir şeyə nəzarət eləməyə qoyurdular. Demək istəyirsiniz ki, yəni insanı əslində cəmiyyət daha çox olur. Cəmiyyət, bəli, cəmiyyət və institut müəllimləri. Əsas institut müəllimləri tərbiyə edir. Ata, ana da nəyi tərbiyə edilər? Küçəmizi təmiz saxla, buraya zibil atma ginən. Bax, bu vətən bizimdir, bunu qorumaq lazım. Mən bircə şeyi aşılayıram, millətimə onu deyirəm ki, bu dövlətə, bu millətə, bu xalqa sahib çıxmaq lazımdır. Rəşid müəllim, izləyicilərimizdən biri sizə hər tərəfli suallar gəlir, hər barədə. Əslində sizi cəmiyyətin güzgüsü olaraq adlandırırlar, belə görürlər. Deyirlər, təhsilimizin indiki səviyyəsindən razısınızmı? Gündə bir islahat qəbul olunması ilə razısınızmı? Xanım, mən sizə bir bununla əlaqədar bir Space kanalı var idi. Space kanalının bu deməli radyo səsinin başçısı mənə zəng edib, deyir ki, tibbdə çoxlu insanlar ölür həkimlərin əlində. Mən istəyirəm ki, onu araşdıram, görəm həkimlər niyə öldürür bunları. Dedim, siz bunu araşdıra bilməyəcəksiniz. Dedi, niyə? Dedim, çünki dövlətin dövlət olmaq üçün 3 atribut lazımdır. Himndir, bayraqdır, bir də gerbdir. Bundan başqa 3 dənə doktrinası olmalıdır. Vayenna haqqında doktrin olmalıdır, səhiyyə haqqında doktrin olmalıdır, bir də elm və təhsil haqqında doktrinadır. Bax, məsələn, Misir Mərdanovu çıxartdıq, yerinə təzə təhsil naziri qoyduq. Təhsil naziri gələn kimi dedi ki, mən 2 alan uşaqlara da diplom verəcəyəm, verdilər də. Məni qoysalar, mən dərdim ki, mən yalnız 5 alanlara atistat verəcəyəm. 5 almanlara atistat verməyəcəm. Belə şey yoxdur. Bir qanun olmalıdır, bir doktrina olmalıdır, o yolla gedilməlidir. Eksperimental bir bizim zadımız var. İndiki təhsildən mən açıq deyirəm, hələ tam razı deyiləm, amma təhsilimiz mükəmməl olmalıdır. Mən o kitabda yazmışam ki, Tibb Universitetində yüksək keyfiyyətli həkim kadr hazırlamaq üçün 5 şərt ödənilməlidir. Bu şərtlərdən birincisi, mükəmməl müəllim hazırlamaq lazımdır. Mükəmməl müəllim, savadlı, uzman, öz sənətini bilən müəllim, mənə nə professor lazımdır, nə akademik, nə assistent, heç açı lazım deyil. Əsas o da mütəxəssiz olsun. Fənni bilən, mənim bu elmi bilən, bu tələbədə maraq yarada bilsin, oyatsın ki, bu elmi bilməsən səndən həkim olmaz. Üçüncüsü, müasir avadanlıq lazımdır. Dördüncüsü, mükəmməl laboratoriya lazımdır. Bir də mükəmməl yazılmış bir kitaba ehtiyac var. İndi kitab oxumurlar, kitab oxumaq lazımdır.
Biz deyirik Amerikaçıdır. Amerikada hamısı metroda kitab oxuyur. Bizimkilər oxumurlar. Oxusa çatacaqsan, oxumasan çatamırsan. Suallarımız artır Rəşid müəllim. Azərbaycanda su yodlaşdırılırmı? Siz bir neçə il öncə belə dediniz, su yodlaşdırılmaz. Belə bir sual var. Mənim tibbin əsas 3 problemi var mənim zadımda. Birinci, suyun yodlaşdırılması. Niyə su yodlaşmalıdır? Niyə? Ona görə ki, bax burada qalxana bənzər vəz var. O tirozinlə adicə yodu birləşdirib də tiroksin əmələ gətirir. Bu tiroksin beyinə gedir. Beyində gedir peyk hüceyrə var. Orada glikozo ilə birləşir. Əmələ gətirir glutamin turşusu. Beyində ən çox olan glutamin turşusudur. Glutamin turşusu da sinirin üzərində miyelin qişası əmələ gətirir. O miyelin də ağıl deməkdir. Beyində başda 50 milyard neyron var. Onun da işləməyəndə 60-90 millivolt cərəyan verilir. İşləyəndə də 120. Başımızda atom bombasının qüvvəli bir enerji daşıyırıq biz. Siz bilmirsiniz, bizim beynimizin intihası yoxdur, bizim zəkamızın intihası yoxdur. Sonsuzdur biliklərimiz. Bax, yodlaşdırılması suyun çox vacibdir. Dünyada yaşayan əhalinin 2 milyardı yoddan əziyyət çəkirdi. Ancaq 2000-ci ildə Şveysariya alimləri tapdılar, iyonlaşmış yod və 10 ton suya ondan yarım litr tökürsən bəs edir. Bizdə isə hər butulkaya bircə qəpiklikdir. Bir qəpik artırmaqla, bir qəpik olmamaqla bizə unutqan xalq deyirlər, yaddaşsız xalq deyirlər. Yaddaşımız yoxdur. Bu həqiqətdir. Çünki yelin qışan buğum-buğumda onun üstündən impuls hoppanaraq keçməlidir ki, o yadda saxlaya bilsin. Yəni, özümüz içdiyimiz suyu evdə özümüz yodlaşdıra bilərik, belə çıxır. Niyə yodlaşdırmışsınız? Nə şəkildə bu vardı? Mən bunu eləmişəm. Çox sağ olsun bizim deputatımız var, bizim ölkəmizin deputatı var, Cavanşirdir. Bu özdəki Şəkidən deputatdır. O mən bir məqalə vermişdim. Suyu yodsuz su buraxmaq nəinki qadağandır, hətta cinayətdir deyərdim mən. Bu cümləmlə tutun, altda da mənim nömrəmə yazmışdım, mənə dedi, nəyə görəcək? Dedim ki, bizim ölkəmizdə yod çatmır. Bizə hər gün 100-300 mikrogram yod lazımdır. Amma bizim suyumuzda 32-39 mikrogram var. Deməli, 60-70 mikrogram çatmır. Ya bunu hardan alasan? Deyirsiniz ki, bunda Azərbaycanın hamısı zob olar, niyə xəstələnmir? Ona görə ki, əgər bir sutkada 12 mikrogramdan aşağı yod qəbul eləsəniz, 12 mikrogramdan aşağı qəbul eləsəniz, mütləq zob olacaqdır o adam. Amma biz hamımız ayaq üstə yatışırıq, bu həqiqətdir. Yod çatışmazlığından da. Bəli, bunun hamısı yaddaşımız yoxdur. Dediyi şey anlaya bilmir. Müəllim uşağı yazığı öydə də döyür ki, niyə bilmirsən bunu? Müəllim dərsdə də danlayır, niyə bilmirsən bunu? Çünki yod yoxdur ki, o yadında saxlaya bilsin bunu. Yaddaşda mən başa saldım ki, impuls getməlidir bu yelin qışanın üstündən. Bu da buğum-buğumdur. Gəldim. Burada xarab olub bu. Onda Rəşid müəllim, aptekdən aldığımız adi yodla bu problemi çözmək mümkündür? Yox, aptekdən aldığın yod kalium yodat idi. Kalium yodat, onu içər zəhərlənərsiz. Çox həkimlər də buyururlar, pəncərənin qabağına qoy, o yod buxarlansın, onunla gülmək. Onlar gülməli şeylərdir. Onlar ayrı şeydir. Mən inandırıram, mən buradan deyirəm, neçə dəfə televizorda demişəm, and olsun Allaha, bizim kuxunamız qədər qüvvəli kuxunası olan millət yoxdur və dövlət yoxdur. Əgər bizim suyumuzu yodlaşdırsalar, içməli su ayrı olmalıdır, texniki su ayrı olmalıdır, paltarı yumaq, çinmək üçün yodun nə edirəm yodu? Amma içməli suda yod olmalıdır. Əgər bizim suyumuzu yodlaşdırsalar, 40-50 ildən sonra ən böyük kəşflər Azərbaycandan çıxacaq. Mən bunu deyirəm. İzləyici sualı var, sayrışan hallardan qurtarmaq mümkündürmü? Müalicəsi varmı? Çox çətindir. Amma azaltmaq mümkündür. Qarşısını almaq, inkişafının qarşısını almaq mümkündür. Tamamilə sağalıb getmir? Yox. İkinci bir sual var. Səhiyyəmizin indiki vəziyyətindən razısınızmı? Belə bir sual gəlmişdir. Mən sizə açıq deyirəm. Səhiyyəmizin indiki səviyyəsi pis deyil.
inkişafla əlaqədar olaraq səhiyyə psadı inkişaf edir. Oradan da əvvəlki səhiyyə mən açıq deyirəm, mən əlimlə bu qaraciyər buradan əlləyirdім, burada qaraciyər var, död hissəsi. Hərəsində bir dərman yazırdım, tutar qatıq tutmaz qaymaq idi. Siz nə danışırsınız? Bu saat Azərbaycanda həkim ordusu yetişdirilib, təkcə bizdə deyil, gediblər xaricdə, Almaniyada, başqa ölkələrdə uzman olub gəliblər. Onlar da bizim yetişdirdiyimiz tələbələrdən də var. 1300 tələbə buraxırıq evdə. Bunun 100-200-ü bəs eləyir mənim Azərbaycanıma. Qüvvəli həkim. Miyani həkimlər də var, özlərində işləməyən həkimlər də var. Amma baxmayaraq bizdə bu saat siz nə danışırsınız? Qaraciyərin köçürülməsindən söhbət gedir. Bu saat bizdə böyrək köçürülmədən söhbət gedir. Bu saat bizdə çox problemlər öz həllini tapmaq üzrədir. İzləyicilərimizdən biri sual verir ki, xərçəng xəstəliyinə yoluxmamaq üçün nə eləsək? Nə eləmək lazımdır? Mən sizə bir şey söyleyeyim. Xərçəng nədir? Əvvəlcə onu bilmək lazımdır. Xərçəng hüceyrələrin yanında bir dənə bizə oxşamayan bir hüceyrə var. Bədənimizdə oxşamayan hüceyrə əmələ gəldi. Bax, bu hüceyrə nədən əmələ gəldisə haqqında 400 nəzəriyyə var. Bu 400 nəzəriyyənin heç biri bir-birinə uyğun deyil. Heç kəs də qəbul eləmir bunları. Amma bu nədir? Alimlər 2006-cı ilə qədər 10 nəfər 151 alimi seçdilər və yoxladılar ki, bir dənə hüceyrə qoydular bədənə və onun verdiyi maddə. Gördülər ki, bu bir hüceyrə özündən maddə buraxır. Buna angiogenin maddəsi deyirlər. Angiogenin özünə damar çəkən maddə. Yəni bu hüceyrələr Allah elə yaradıb ki, kapillərdən o qədər qida maddəsi buraxır ki, onun ətrafında nə qədər hüceyrə varsa o qədər. 6 hüceyrə varsa 6 hüceyrəlik qida maddəsi buraxır, oksigenini aparır. Amma o rak hüceyrəsi üçün buraxmır. Bunların hesabına qidalanır və sonra da bu başlayır özünə 6 ilə, 9 ilə, 12 ilə özünə əlavənə zat çəkir, damar çəkir. O damar çəkən kimi başlayır bölünməyə. Biri 2 yerə, ikisi 4 yerə, 4-ü 8 yerə, belə-belə və şiş əmələ gəlir. Yəni, xərçəng budur. Çox, bu saat mən deyim ki, həkimlərin qarşısında duran problem nədir? Biz necə eləyək ki, bu angiogeni neytrallaşdıran maddə tapaq. Tapılmayıb müəllim. Hələ tapılmayıb, bana da gəlir. Rəşid müəllim, yodla bağlı danışdıqlarınız izləyicilərin çoxlu suallarına səbəb oldu. Hamı soruşur, ev şəraitində necə yodu əldə eləyək? Elə bilməzsiniz, heç kəsə əldə necə qidalandırılır? Yox. Qidalardan nələrdə yod var? Mən sizə psat deyim. Feyxoada yod var, karalyokda yod var, sonra almanın tumunda yod var. Biz almanın özünü yeyirik, tumunda tüpürüb atırıq. Açıq deyirəm. Karalyok da bir ayda var, bir ay yeyə bilərsən də, bir aydan sonra hardan alın bə? Və feyxan da bir ay yeyirsən, artıq hardan alın mən feyxanı? Yəni, hər gündəlik bizə 100 mikroqramdan 300 mikroqrama qədər yod lazımdır, xanım. Soruşurlar ki, bağlayaq xərçini. Rəşid müəllim, çoxlu suallar gəlir. Dənizdə işləyən adamların qida rasionu necə olmalıdır? Saç tökülməsin və özünü yaxşı hiss eləsin deyə. Bilirsən, dənizdə yaşayan adamlar hər bir insan üçün, hər bir işləyən adam üçün, elm işlə işləyən, fizik işlə işləyən, dənizdə işləyən və bunların hamısı üçün qida rasionu qəbul olunur. Bütün bu məlumdur, hamıya məlumdur. Onun üçün qida gigiyenası deyilən bir elm meydana gəlibdir ki, hər bir adam, tələbə, müəllim, professor üçün nə qədər sutkalı kalori qəbul olunmalıdır. O kalori ilə bərabər bütün vitaminlər qəbul olunmalıdır, vitaminlə təchiz olunmalıdır. Onunla bərabər ən çox da B qrupu qidalar qəbul eləməlidir ki, onların sağlamlığı daha da möhkəm olsun. Beyin qan dövranı pozulduğundan saç tökülməsi başlayıb nə eləyə bilərik? Bu ümumiyyətlə saç tökülməsinə dəxli var? Beyin qan dövranı. Mən əksəriyyətən mən bir şey deyim. Saçın tökülməsinin, bax bizim kişilərin başının, saçının tökülməsinin əsas səbəb özündədir. Elə adamların saçın tökülməsinin 80%
ayağında köbələyin olmasıdır. O ayağında köbələk var, əlini ayağına vurur və saçına vurur. Saçında oldusa onun saçı töküləcəkdir. Saçın tökülməsində bax bu qalxana bənzər və zobun da əhəmiyyəti var. Çox şeylərin əhəmiyyəti var. Amma saçın, başdan saçın əsas tökülməsinin səbəbi təkcə beyin qan dövranının pozulması deyil, sklerotik proses deyil. O da rol oynayır. 80% yenə deyirəm ki, köbələyin olmasıdır. Ayaqda köbələyi olan adamlar 3-4 manatlı mikaseptin alın, çəkin ayağınızı, yuyun çay sodasından, quruluyun və o mikaseptini 3 gündən bir, 5 gündən bir çəkəni olmasın və əlinə də çək, yat belə. Çox maraqlı. Gecən heç eşitməmişdim bu barədə. Yaddaş zəifliyi ilə bağlı sual verirlər. Yaddaş zəifliyi nə ilə bağlı olur adətən? Qarşısını necə almaq olar? Yaddaşsızlığın, mən elə bunun mənim davam qırğınım elə budur da. Nə üçün biz suyu yoddaşdırmaq istəyirik? Yaddaşımız yoxdur. Yaddaş xanım nədir? Beyində bir dənə hipokamp var. Ondan impuls neçə yeri gəlib hipokampa çatmalıdır. Ona peypes kuruğu deyirlər. Başa düşdünüz mü nədir? O kuruğa impuls gəlib buraya çatanda sənin yadında qalır. Çoxumuzun ən yaxın adamların adı yadından çıxır. Niyə? Gəlir impuls burada bu buğumdan keçəmir. Çünki yelin qışa burada müəyyən zədələnib, qidalanması pozulub, nədəndirsə nə, niyəsə. Yod çatışmamazlığından. Yəni bunların yaddaşı qorumağın səbəbi xanım əsasən suyun yodlaşmasıdır. Suyu yodlaşdırdıq bütün hamının yaddaşı normal olacaqdır. Mən həqiqəti sizə söyləyim. Əslində sadə bir problem kimi görsənirdi yodsuzluq, amma ki görün nə qədər xəstəliklərə səbəb olur. Siz nə danışırsınız? Yod böyük şeydir. O düzdür ki, kannabis xərçəngin qarşısını alır. Nə? Kannabis. Belə bir şey. Yalan sözdür. Xərçəng nədir? Mən sizə başa saldım xanım. Xərçəng odur ki, bu özündən maddə buraxır. Bax, bu gün xərçəngi biz tapırıqsa, birində xərçəng varsa, üzdə olan yox, daxil orqanlarda deyirəm. Onun diaqnozunu indi qoyuruqsa, deməli bu adamda ən azı 6 il bundan qabaq əmələ gəlib, ya 9 il bundan qabaq, ya da 12 il, hüceyrədən asılı olaraq. 12 il bundan qabaq əmələ gəlmiş şeydir. Onun üçün xanım, ya bizim əlimizdə elə dərman olmalıdır, tekiller var, xüsusi həkimlər bilirlər bunu, insanlar bilməbilər. Limfositlərin bir növü var, tekillerlər. Onlar reseptor var. Burada yad hücrə olan kimi onu öldürməlidir, yeməlidir, məhv etməlidir. O sağlam olsun. Vitaminin çatışmazlığı da səbəb olurmu ona? Ola bilsin, olur, bəli. Eyni zamanda stresləri də adətən deyirlər ki, çoxlu stres də əvvəl axırına Xanım, gətirib mən çıxardır. dedim axı, onlara demək lazımdır ki, bu xərçəngin əmələ gəlməsində 400 nəzəriyyə var. Hər boş kəllədən bir cümlə çıxır, xanım. Bunu heç kəs qəbul eləmir. Bunu özü qəbul edir, o birisi qəbul eləmir. 400 nəzəriyyə var. Onun biri də sizə dediyim bu nəzəriyyədir. Biri də deyir, mis qabda yeməkdir. Biri deyir, nə bilim, mən alüminium qabda yeyəndə xərçəng olur. Biri deyir, yox, oksigen çatmayanda xərçəng olur. Bunlar deməklə deyil. Dəqiq elmdir bu. Elm dəqiqlik sevir. Qanda hemoqlobini artırmaq üçün nə etmək lazımdır? Əvvəlcə hemoqlobin niyə azdır? Hemoqlobini az olan adamların, yenə də deyirəm, 70-80%-nin səbəbi mədəsidir. Mədədə hemoqlobinin tərkibində dəmir var. 2 valentli dəmir var. O dəmir, bədənin dəmir zavodu yoxdur. Biz yediyimiz qidalarda ətin tərkibindədir, almanın tərkibindədir. O dəmir bağırsaqdan qana sorulması üçün mədənin çıxacağında bir faktor var, Kasli faktoru. O faktorla birləşib qana sorula bilər. Əgər adamda acıca qastrit varsa, mədə xəstəliyi varsa, o hüceyrələr ki var, o Kasli faktoru ifraz edən hüceyrə, onların miqdarı azalıb. Az Kasli faktoru ifraz edir, az dəmiri bədənə keçirir. Az da hemoglobin yaranır. Başa düşdünüz mü? Ay ona qırmızı kök ver. Ay ona qırmızı qızıl əhməd alması ver. Onlar boş şeydir. Əgər o Kasli faktoru normaya düşməsə, o sağalmayacaq. Anemiyanın
Buna deyirlər jilizi defisitlə anemiya, dəmir defisitli anemiya. 70-80% bu anemiyanı bu təşkil edir. Bu da bilirsiniz nədir? Mütləq nə yeməlidir bunlar? Bunlar mütləq mədəsini sağaltmalıdır. Mədəsini yoxladım. Sağalandan sonra görürsünüz. Problemin kökünə getmək lazımdır. Qan təzyiqinin müalicəsi varmı? Əlbəttə o. Çox qəribə suallar verirlər. Səbəbi aydınlaşdırmadır. Çox səbəbdən qan təzyiqi yaranır. Çox səbəbdən. Xolesterin çox olar, təzyiq arta bilər xanım. Xolesterindən növlər var. Lipoprotein, disk hipot, aşağı sıxlıqlı lipoprotein, çox aşağı sıxlıqlı lipoprotein, orta sıxlıqlı lipoprotein, nə bilim, yüksək sıxlıqlı lipoprotein. Bunlar çox olan da ola bilər. Çoxlu duz yeyərsən təzyiqin arta bilər. Damar daralar, təzyiqin arta bilər. Ürəyin fəaliyyəti artar, təzyiqin arta bilər. Bunların hamısının ayrı-ayrı səbəbləri var və hamısına qarşı da ayrı-ayrı müalicə üsulları var. Siflis xəstəliyinin müalicəsi varmı? Nə? Sağalandı mı siflis xəstəliyi? Nə? Siflis. Siflis? Aha. Siflis nə? Çoxdan nə ləv oldu siflis? Siz onu deyin, siflis xəstəliyi çoxdandan ləğv olunur. Bu xəstəlik az miqdarda bəzi ölkələrdə qala bilər. Yəni müalicəsi tapılmış bir xəstəlik. Nə var o müalicə olunur xanım? Uşaq əsəbiliyinin müalicəsi varmı? Uşaqlarda ümumiyyətlə əsəbilik niyə olur? Elə bir sual var. Xanım, mən sizə deyim, bu hara gedir indi, bax bu zat? Hara verilir, hara gedir? Bizim yol səhifəsində canlı yayında. Hara verilir? Nədir o? Nə ilə verirlər? Kompüterdir, nədir? Bəli, internetdə. İnternet, bax. İnternetdə yazıblar ki, 3-4 yaşlı uşaqlarda hiperkinetik sindrom əmələ gəlir. Sindrom nədir? Yəni, bu səbəbi məlum olmayan hiperkineziya nədir? Uşaq şuluq olur, bir təpi oraya vurur, əlini buraya vurur, bunu buraya vurur, onu oraya vurur. Niyə? Ondan sonra da normallaşır. Çünki 4 yaşına qədər bütün somatik sinir sistemində miyelizasiya qutarır. Beyində adamın 50 milyard neyron var, 30 yaşında ağıllı olur. 30 yaşında. Amma bu uşaq 4 yaşında miyelin əmələ gəlibsə, o reflekslərini yoxlayır uşaq. Taraf oraya bir təpi vurur, görüm impuls keçirmi? Əlini buraya vurur, görüm dəqiqdirmi? Buraya vurur, dəqiqdirmi? Onunla da özünü yoxlayır. Bu düzdür ki, hiperkinetik sindrom deyil, simptomdur. Səbəbi də refleksini yoxlamaqdır. Bir izləyicimiz bir sual göndərib. Əslində cavablandırdınız, amma bir daha da soruşur. Deyir ki, kətdə yaşayıram, quyudan su çəkirik, quyuya yod su içsəm suyumuz yoddaşarmı? Yox, xeyr, yox. Yod məsələsi çox böyük marağa səbəb oldu. Rəşid müəllim bildirir ki, bizim apteklərdə aldığımız yod, Rəşid müəllim... Onu içmək zəhərlənib ölərsiniz, o ayrı şeydir. Fərqli maddələrdir. Bəli, kalium yodat edir. Sədəf xəstəliyinin müalicəsi varmı? Sədəf xəstəliyinin. Var, axıra qədər yoxdur. Yəni, qarşısı alınır müəyyən qədər. Bir izləyicimiz sual verir ki, bəzi internet saytlardan oxuyublar, soda xəstəlik xəstəliyinin qarşısını almağa kömək eləyirmi? Mən buradan insanlara deyirəm. İnsanlar bilməlidir ki, insanlar öz xəstəliyini özü yaradırlar, yeməklə. Allah bu canı bizə əmanət verib. Anadan öləndən bu canı öldürməyə çalışıram mən. Və sən də onu kimi. Çox yeyirsən, çox tıxırıq, yeri gələndə araq içirik, Pepsi içirik, Coca-Cola içirik, hamısı zəhərdir. Yazıq bu orqanizm zəhərdir, xaric eləməkdən çarəsiz qalır. Bunun üçün hansı qidalar ən yaxşıdırsa? Sarımsaq, soğan, üstə gələk, limon, soda, bunlar qida kimi daima qəbul olunmalıdır. Sağlam qida. Bal, ən böyük sağlam qidalar budur. Bir gündə ən azı bir diş sarımsaq qəbul etmək lazım, yatar qarnına axşamlar. Bir izləyici sual verir, körpücük sümüyü sınıbdır, əməliyyatsız müalicəsi mümkündürmü? Əlbəttə mümkündür. Arasından sınıb ondan asıldır. Buraya belə düz xət qoyurlar, yapışdırırlar onu, qalır o yuxarıda və bitişəcəkdir. Prostat necə əmələ gəlir? Belə bir sual verir izləyicilərimiz. Prostat vəz əmələ gəlmir. Prostat vəz var orada. O vəz hiperplaziyaya uğrayır. Yəni şişir, oradan da sidik kanalı keçir, oradan sidik axır. Yəni o
şişdiği üçün ne oldu? İltihap olduğu için o sıxır onu ve sidiği xaricə çıxa bilmir. Prostat Bədən müqavimətini artırmaq üçün nə etmək lazımdır? Gücləndirmək. sağlam həyat şəraiti keçirmək lazımdır. Sağlam olmaq lazımdır. Qida borusunda qrija əmələ gəlib. Bunun müalicəsi varmı? Operasiyadır yolu, başqa yolla yoxdur. Qan laxtalanmasının qarşısını necə almaq olar? Laxtalanmanın qarşısını. Bəli. Qan laxtalanmasının qarşısını çox şeylə. Limonla ala bilərsən, çoxlu yedi. Sarımsaqla qarşısını ala bilərsən. Bundan başqa dərman kimdə kardiomagnil var, aspirinlərin formaları var, kardioaspirin var, aspirin upsa var və s. Çoxdur bunların qarşısını almaq üçün. Amma qida əsasən sarımsaq və bir də limon. Həkim deyir, çiynim tez-tez çıxır, bu artıq öyrəncəli hala gəlibdir, mən nə edə bilərəm? Onu travmatoloqun yanına getmək lazımdır. Bir sözlə demək olmaz onu. Səhər ac qarnına su içməyin xeyri nədir? Səhər ac qarnına birincisi bütün boğazında nə var hamısını yuyursan, təmizləyirsən, aparırsan. Onun əhəmiyyəti odur. Amma mən istərdim ki, insanlar çiğ suya içsinlər. Çiğ su. Da qaynanmış su, bu çay zad az içsinlər. Çiğ su içsələr, bağırsaqların fəaliyyəti o çiğ sudan çox asılıdır. Qan laxtalanmasında zəlidən istifadəni məsləhət görürsünüz. Əlbəttə. Qanın laxtalanmasının qarşısına amillərdən biri. Bax, sən istəyirsən ki, əgər sən insana zəli qoymağın da qaydaları var. Zəlinin ağzında 120-dən çox nə var? Ferment var. O bütün kapillərləri açır, genəldir. Və eyni zamanda qanın duruldur. Laxtalanmasının qarşısını alır. Əgər bu günləri bir adama zəli qoyulubsa, ən az 6 ay və 1 il biz ona karantiya verə bilərik, bu adam infarkt olmayacaqdır. Qan laxtalanmayacaqdır. Çünki o zəlinin ağzında oraya ifraz etdiyi hirudin var. Hirudin qanda 6 ay dövr elə bilir. Bizim aspirinimiz 8-10 saatdan artıq olmur. Sidinə çıxır gedir. Çox maraqlı. Çox. O zəli, kübar ailələr qədim zamanlarda toya gedəndə, bir yerə qonaq çağıranda onlar özlərinə zəli qoydurlar. Bütün kapillərlər açılır, bütün gözəlliyi, gözü par-par parıldayır və sifəti alaf-alaf yanır belə qadın. Onlar özlərinə zəli qoydurub gedərlər. İndi zəli həftə-həftə qoyulmalıdır. 7 həftə qoyulmalıdır zəli. Qoyulan yerləri var və o zəli çox əhəmiyyətli bir şeydir. Mənim övladımın 2 yaşı var, nə vaxtı burnundan irin gəlir. Sarı rəngdə də deyir, ciyər meningitindən deyir, müalicə elətdirmişəm. Ciyər meningitindən. Meningit yazılmışdı. Ciyər meningit ola bilməz, ciyərdə meningit beyində olur. Belə bir şey yazmışdı. Yəni, uşağın davamlı burunun axmasının səbəbi nə ola bilər ki? Uşağın burunun axmasının səbəbi odur ki, uşaqda adenoid var, ya boğazı var, o uşaqda revmatizm olacaq gələcəkdə. Skalyozu necə müalicə eləmək olar? Skalyozu birinci revmatizmi müalicə elətdir, skalyozu da ondan sonra hasaddır müalicə eləmək. Revmatizmanın da müalicəsi varmı? Yəni, həmçinin Əlbəttə var. qayıtdıqca o geri qaydandı mı? Əlbəttə ki var. Revmatizm bizim bir sənətlərdir. Revmatizmin 120 növü var. 120-dən çox növü var. Amerikanlar onun da müalicəsində 6 qrupa bölüb. Bu qrupun müalicəsi buna düşmür. Bunun hərəsinin öz liniya müalicəsi var. Amma bizim ölkəmizdə revmatizm bircə xəstəlik kimi bilinir. Və onu da o bircə xəstəlik kimi də müalicə eləyirlər. O da düzgün deyil. Ona görə deyirlər müalicə. Revmatizmin müalicəsi 100%-dir. Törədicisi də var, mikrobdur. Beta gemolitik streptokok qrup A. A qrupundan olan beta streptokokdur, mikrobdur. O mikrob da 3 ilə ölür. Mən ölüm bilmir. Yaz payız müalicə alacaqsan, 3 ildə tam sağalacaqsın. Soruşurlar ki, Rəşid müəllim xəstələri qəbul eləyirmi? Qəbulunuza düşmək istəyənlər sayılır. Mən Biosis tibb mərkəzində işləyirəm. 6-cı günlər qəbul eləyirəm. 5 gün tibb universitetində işləyirəm. 1 gün orada işləyirəm. Revmatizm xəstələrini qəbul edirəm əsasən. Aydındır. Uşaq 4 ayı təzə tamam olub, başında gematoma var, artır. Nə eləmək olar? Gematoma varsa onu nə göstərsinlər cərraha, kəsib çıxaracaqlar. Problem yoxdur gematoma. Deyir, hətta soyuq havada belə dəhşətli dərəcədə çox tərləyirəm. Tər nədən əmələ gəlir? Tərin birinci səbəbi, əgər durduğu yerdə tərləyirsə,
bu adamın böyrəyi xəstədir. Xəstə deyəndə ola bilər adicə duz var böyrəkdə. Duz yaxşı qoymur süzməyə və nəticədə böyrək yaxşı deməndə tər vəzləri böyrəklərə köməkçi bir vəzdir. O neyinir? Tərlə çıxardır onları. Amma bir də var, revmatizmin tərləməsi var, ayaqlar buz olur, o ayrı tərdir var. Çox şeydə tərlər, amma əsasən böyrək mənşəli tərləmə. Osteoxondroza zəli yardım eləyirmi? Belə bir sual var. Osteoxondroz, bax dedim ki 120 növ var onun bir də osteoxondrozdur. Yəni onu da törədən mikrobdur. Bizdə deyirlər bel qrijası var. Bugün buranı operasiya elətdirir, sabah ikisində olur ondan yuxarıdakı. Elə bir sual da onda var idi ki, bu bel qrijaları son vaxtlarda onların hamısını törədən, bu revmatizm bunu törədən mikrobdur, qurban olmuşsa. Mikrob oynaqların, bax bu revmatizmdə hara zədəliyəm? Oynaqların qığırdaqlarına toksin ifraz edir, oran zədəlir, bədəndə olan duzlar oraya yığılır və bir tərəfini fəqərəni qaldırır və sürüşdürür və skalyoz əmələ gətirir, osteoxondroz əmələ gətirir və revmatizmin, mikrobun törətdiyi nədir, haradır? Ən birincisi, revmatizmin törətdiyi boğaz ağrıyır, burunda çirk gəlir, dişdə ola bilər o, əzələ oynaqda ağır ola bilər, ürəkdə ilk başlayanda ürəyi 3 aydan, 2 aydan 1 saniyəli, 2 saniyə ağrıyar gedər, bu deməli revmakardit verir, beyin revmatizmi var. Bizim insanlar çox bilməlidirlər. Bir deyirsən, uşaq gözlərini belə-belə qırpır. Bu elə bilir ki, bu onu nevropatolog aparır. Xeyr, o revmatizmdir. Ona Malaya xareya deyirlər, bir deyirsən, bir çiyini belə turulur, ayağını durduğu yerdə belə-belə oynadır yerində. Bunların hamısının səbəbi revmatizmdir, xanım. O, beyin revmatizmi verəcək. İnsanların psixologiyası pozulacaq. Mənim yanıma xəstələr gəlir. Beyin revmatizmi olurmu? Tarı da. Mən demirəm, bu dəlilərin çoxunun xarakterləri öydə yola getmirlər. Revmatik xəstələr görəcəksən ki, evdə bax birindən yola getmir, ata oğlundan, qızla, bunların hamısı revmatizmdir törədən. Parajeniya nervni sistemə, sinir sistemini zədələyir. Özü sevdiyi şey haradır. Bax, beyində var, zolaqlı cisim, boz qabar qırıqlı nüvə. Dəhək hərəkəti yerinə yetirən şeydir. Başlayacaq birazdan sonra əllər, ayaqlar əsməyə. Allah ki, parkinsanizm. Psixiatrik xəstəliklə beyin revmatizminin fərqləri var mı? Tamam, elə gətirib psixiki xəstəliyə çevirə bilər. Mən sizə açıq deyirəm, çoxunu bilmirlər. And olsun Allah, o psixiki xəstəliyin çoxunun səbəbi bilinmir. Onun bir səbəblərindən biri də bu revmatikdir. Bu mikrob beyinə gedə, beyinə üçcə mikrob gedə bilir. Meningokok, ikincisinə tuberkulyoz çöpləri, üçüncüsü də bax bu revmatizmin çöpləri. Yəni bu gedir beyinə, sevdiyi də yer haradır? O stereopallidar sistem, orada da dopamin ifraz olunur, o dopamin azalır və başlayır neynəməyə, əsməyə, dəhək hərəkəti yerinə yetirə bilmir. İzləyicilərimizin nəzərinə çatdırım ki, təkrar sualları səsləndirmirik. Artıq yod barəsində biz davamlı danışdıq, Rəşid müəllim, ona görə səsləndirmirəm. Çox vacib suallarınız varsa davamlı olaraq yazın, mən onları görməyə çalışacağam. Sürətlə axır ekrandan görməməyimi kusura baxmayın. Kökəlmək üçün nə etmək lazımdır izləyicimizdən? Dünya problem odur ki, necə arıqlayım, siz nə danışırsınız? Kökəlməklə bu sözü vapşı zaddan götürün, xahiş edirəm. Yəqin ki, çox zəifdir ki, kökəlmək. Yox, sən sizə ad verirəm Allah. Sağlam adamlar arıq olmazlar. Kökəlmək nədir? Siz nə danışırsınız? Əgər arıqdırsa, sağlamdırsa, heç bir yerə ağrımırsa, o ən böyük sağlam adamdır. O dünyanın ən xoşbaxt adamıdır. Aydındır. Panik atağın müalicəsi varmı? Nə? Panik ataq. Onlar müvəqqəti şeylərdir. Onu aradan qaldırmaq mümkündür, amma uzun müddət gərək müalicə qəbul etsin. Beldə iflicin qrijanın yaranma səbəbləri nədən artıq? Belə bir sual var idi. Dedim axı mən onu. Hamısı revmatizm. Kəmərvari Dəmirov xəstəliyi barədə Xanım, valla mən dəri həkimi deyiləm.
kəmərvarı dəmiri gəlib gedən Əllərinə xəstəlik. keçmiş kəmərvarı da sual verirlər Rəşid müəllim. Yox, o gəlib keçən xəstəlikdir. Gəlir də, aktiv dövrdə var, biliyorsun, yox oldu. Bir də gəlir. Saç tökülməsinin qarşısını necə almaq olar? Bayaq izah Dedim etdik axı, ki, saç birinci ayağınızdakı köbələyi rədd edin. Allahın mikasoptindən, dərmanları var, ondan çəkin, əlinizə də çəkin və xahiş edirəm, corablarınızı da təmiz saxlayın. Başınıza vurun, başınızı da yuyun tez-tez. Qurt xəstəliyi haqqında, qurtlar uşaqlardan, böyüklərdə də olur əslində bildiyim qədər. Tamamilə təmizləmək mümkündürmü? Gələ başlayın, sana zəng edin. Qurt xəstəliyi, xanım, qurt xəstəliyinin çoxdur qurtlar. Məsəl üçün, elə qurtlar var, askaridozdur, onun da nə qədər növlər var. Elə qurt var ki, biz quyruq qurtdur, o anusun ətrafında, onu heç dərmansız müalicə eləmələr. Anası, əgər biz quyruq qurtsa, qaşınır o, öz-özünü zaracat edir, bir sutkadan artıq yaşamır o qurtlar. O gecələr çıxır anusun ətrafına, ifraz edir o zadı yumurtaları. Yumurta qaşınma verir, uşaq qaşıyır və ağzını alır və yenidən öz-özünü neylədi, xəstələndirdi. Yəni, 3 dənə tursik tiksin, ayağını da büzməli eləsin. O tursiki səhər tezdən bayra gedəndə bütün onun yanını ilıq su ilə, çay sodasından yusun, təmizləsin və o zadı tursiki qəşəngcə qaynatsın, ütüləsin və gənə geyindirsin, dəyişdirə. Tam təmizlik və giciyyə. 15 gün belə eləndən sonra təmizləyər, rayət edəndən sonra və onun pastelini də qaynadıb və neynəməli, ütüləməli lazım. Ondan sonra o qurt xəstəliyi ondan kəsiləcək, biz quyruq qurt. Askaridozun müalicəsi var, axşamacan reklam verirlər bu heç. Başqaları da var ki, başqa qurtlar var. Böyrəkdən duzun təmizlənməsi haqqında danışardınız. Necə eləmək olar ki? Böyrəkdən duzu təmizləməyin yolları var, xanım. Mən sizə deyim ki, mən havayı demirdim ki, çay sodası, mən havayı demirdim ki, sarımsaq, mən havayı demədim ki, bir də limon. Bunlar çox önəmlidir. Böyrəkdən duzu təmizləməyin ən yolunu mən sizə deyim, bir çarə kimi. Uzun müddətli 1 litr yarımlıq zad götürürsünüz, termusa qaynanmışdır, axşam qaynayan kimi tökürsən, onun üzərinə 2 qaşıq qarıqdalı saçağı, onun üzərinə 25 ədəd it burnu, onun üzərinə bir dəstə petruşka, nədir petruşkanın adı? Cəfəri, onun üzərinə bir dəstə daş yarpızı töküb, ağzını bağlayırsan, səhərə qədər dəmlənir. Səhər tezdən açırsan onun ağzını, stakana tökürsən, yarım limon ona sıxırsan və onu içirsən, bir. Gün ortada içirsən, axşamda bütün 1 litr yarım. Bir ay bunu belirləsən, bütün öd yollarını, bağırsaqlarını və o cümlədən də sənin nəyini, sidik yollarının hamısının duzlardan təmizləyə bilərsən. Deyir ki, ayaqlarımda, dabanlarımda daima ağrı olur, sancı şəklində də olur. Bu revmatizm əlaməti ola bilərmi? Elə revmatizmin bir əlaməti, yeni başlayır. Südü yumurtanı gün ərzində nə qədər qəbul eləmək olar? Nəyi? Süd və yumurta. Gün ərzində nə qədər? Böyük yaşlı insanlar üçün. Yumurta gündə 2 dənəsini yemək olar. Süd də nə qədər bacarsan yedir, bu da 500 qram qəbul eləməlidir, karbohidrat. Ayaq sudurqaları adətən nə ilə bağlı olur? Ayaq sudurqaları beldə revmatizmlə. Yalnız beldə olan qrij ilə. Qıc olmalar verir əvvəlcə. Sonra da o qədər, bax buradan sinir çıxır. Bax bu iki fəqərənin arasından 31 cüz sinir var hər fəqərədən arasından biri. Bax bu üstündən basırsa bir neçə sinir lifini qıcıqlandırdı. Fəqərə çıxdı. O hansı əzələni innervasiya edibsə, o əzələni oyandırdı. Elə qrup əzələ var ki, burada 500 lif var. 500-dən 200 lifini oyadıb, qıc olma verir. Əyaqda verə bilir qıc olma, hər yerdə verir. Bel qırıcılar verir əsasən bunu. Suallar həddən artıq çoxdur. Mən çalışıram, seçəm, verilməyən sualları verməyə çalışıram.
Çoxlu sayda izləyicilərimiz sizi sevdiklərini bildirirlər, salamlarını göndərirlər. Sağ Sizi olsun. Gəncəyə qonaq dəvət Sağ edənlər ol, var. sağ olsunlar. Telefon Təşəkkür. nömrənizi istəyənlər var. İş Verin yerinizi telefon soruşanlar nömrəmi, var. verin. Mənim telefonum 051 828 0674. Aha. İzləyicilərin nəzərinə çatdırıram ki, bu video görüntü bizim Facebook səhifəmizdə davamlı olaraq qalacaq. Siz sualları, təkrar cavablarını eşidə biləcəksiniz. Yəni yaddaşda saxlanılır. Nömrəni də eyni zamanda görə biləcəksiniz. Rəşid müəllimin söylədiklərinin hər birini yenidən eşidə biləcəksiniz. Ağciyərdə yaranı necə müalicə eləmək olar? Müalicəsi varmı? Ağciyərdə olan xəstəlik var, pnevmoniya, var vərəm xassəli. Əlbəttə müalicələri var. Vərəm saat müalicə olunur. Bilirsiniz, çox mükəmməl dərmanlar da çıxır. Mövsümi xəstəliklərdən danışmanızı istəyirlər. Mövsümi qış gələndə qrip olmaqda. Bəli, qrip gəldi, dərd gəldi. Dərd gəldi, qrip gəldi. Yəqin ki, immuniteti gücləndirməklə iş altından qalmaq olar. Yodlu su barəsində, yodlu suyu hardan əldə eləyək? Yaxşı, belə deyək. Yodlu suyu mən açıq deyirəm. Mən buraxdırmışdım, nə mənada? Qalx suyuna qarışdırmışdıq. Onlar da biraz, mən nə bilim, baha verdilər, açıq deyim. Bəlkə baha başa gəlirdi. 1 qəpikdir. Bax, bir dənə butulkaya, 1 litr suya 1 qəpiklik ondan sərf olunur. Amma qalx suyunu 40 qəpiyə verdilər, bunu 90 qəpiyə. Adamın pulu çatmaz. Psoriaz barəsində soruşurlar, necə yaranır və müalicəsi var? Yarandığı, psoriazın yaranmasını bilsəm, Nobel mükafat alaram. Onu heç kəs bilmir, nədən əmələ gəlir. Nədən əmələ gəlməsini heç kəs bilmir və psoriaz da bilirsən nətərdir? Əsasən ultrabənövşə, qış psoriazı var, fəsli psoriaz. Bir də yayda əmələ gələn psoriaz var. Onlar fərqlidirlər. Onlar çoxlu dənizə geçsinlər və dərilərini möhkəmləndirsinlər, qidalanmasını, yağlı qida çox yeməsinlər. Əsas insan özünü xəstələndirir. Qidalanmasına daima nəzarət eləsinlər. Xanım yazır ki, hamiləlikdən sonra 25 kilo çəki almışam, su da içsəm kökəlirəm. Bunun qarşısını necə ala bilərəm? Diyet kömək eləmir. Bu hormona izləyicilərdən xahiş edirik, canlı yayında nömrəni eşitdiklərinə görə zəng vurmasınlar. Hal-hazırda canlı yayın davam eləyir. Telefonu istəyirsiniz, verin, söndürək. Sizə mane olursunuz. Alın, söndür. Bilirəm mi söndürə, bilmirəm. Hormonal pozğunluqlar əmələ gətirirmi? Hamiləlikdən sonra kilo artımı? Kilo artım bilirsən nətərdir? İştahı var yeri. Valla elə insanlar var, bir sutkada 1 vedrə çörək yeyir. Təkcə çörək mi yeyir? Bax, xahiş edirəm insanları kim istəyirsə, bir loxma ağzına alanda bir qaşıq vedrəyə töysün o sudan. Bir stəkan suyu, çay içəndə bir stəkan suyu töysün vedrə. Axşamatan bir vedrə yemək yeyirlər, bəsdir də, yeməkdən adam, vozluqdan, havadan adam kökəlməz, xanım. Əgər bir də var şiş, ödem ola bilər bədəni, o ayrı şeydir. Yazır ki, 4 yaşlı uşağım var, eşidir, başa düşür, amma danışmır. Danışma ehtimalı varmı bu uşağın? O var, o mənlikdir. Gəlsin məndən, mən elə uşaq, 8 yaşında uşaqlarda da olur elə şey. Gəlsin məndən, mən başa salacağım. Xahiş edirəm, cavablandırın. Uşaqda bağırsaqda dolqa sığma haqqında məlumat verin. Bunu anlamadım bu sualı. Xanım yenə yazır, mən su içirəm, kökəlirəm. Rəşid müəllim artıq izah elədi. Əslində gün ərzində yediyiniz qidaları bir yerə qeyd eləyərsiniz, yazarsınız. Kalorini hesablamaq yolu ilə yəqin. Hesabla, düz bir vedrə çörək yeyirsən, onun üçün kökəlirsən. Bir vedrə xörəkli, çörəkli, sulu zadlı içirsən, bir vedrəni qoy, səhər ağzına bir stəkan alanda bir stəkan da oraya tök. Bir vedrə olacaq axşam. Ona görə kökəlirsən. Rəşid müəllim, bizə zaman ayırdığı üçün, ətraflı cavablar verdiyiniz üçün sizə çox təşəkkür edirik. Var olun, izləyicilərin sizə çoxlu sevgilərini çatdırmağı özümə borc bilirəm. Minnətdaram. Sağ olun, təşəkkür edirəm. Mən bu millətin quluyam və millətimə qulluq edirəm. Mən çox sevinirəm ki, mənim millətim istərdim sağlam, gümrah, iradəli, qeyrətli, namuslu,
ağıllı, vətənsevər, dövlətini sevər, dövlətçiliyi qoruyan bir insanlar olsun. Onlara bunları arzulayıram. Təşəkkür edirik. Sağ olun. Sağ olun.